TikTok çək, paylaş, görüm nə deyirsən. Ondan bundan mənim dalımca danışmaq lazım deyil. Ondan bundan danışmaq lazım deyil mənim dalımca. Ölsən də, sən mənim ölümə yaxın gələ bilmərsən, Ofeliya. Sən mənim ölümə yaxın gələ bilmərsən. Ölsən də barışı qutardı, bilirəm. Can atırsan mənlə barışmaq üçün, Ofeliya, mən uşaq deyiləm. Hər şeyi gözəl bilirəm. Can atırsan ki, mənlə barışasan, qol altını təşəkkür edirəm hədiyələrə görə. Ancaq sənlə barışmaq qutardı. Dostluq qutardı. Mən yenə də deyirəm, Ofeliya, mən sənlə düşman deyiləm. Dost da deyiləm. Ündən belə biz barışsaq da səndən dost ola bilmərik, əlvəlki kimi. Ancaq sağlam sağ ol. Hansı ki dost dediklərin, hansı ki qızlara bu dəqiqə hal-hazırda dost deyirsən, rəfiqə deyirsən, bəlkə də evinə də gəlirlər, bilmirəm. Onlara mənim dalımca qeybət qırırsa, hansı ki dost dediyin qız sənin yazılarını mənə atır, elə dost olmaz. Amma sənin mənə yazılarımı heç kimə atmıram. Biz nə qədər küssək də, dalaşsaq da, mən o hərəkəti eləmirəm. Ekranları bəyənə çox xahiş edirəm. Mən yenə də o hərəkəti eləmirəm. Amma hansı ki, güya indi mənim acığımamı, neyməmi, qızlarla gəlsən dostluq edirsən, can, çiçim, bacım, filan kes mənim ürəyimdir, filan kes mənim bövrəyimdir, filan kes mənim orqanlarımdır, damarda axın qanımdır, nə bilim nəyimdir. Hansı ki o müğənnilər var, tərifləyirsən, filan kes orqanımdır, damarımdır, içim çalatımdır. Sənin yazılarını mənə atırlar, Ofeliya Şabanova. Yazıların hamısı bu telefondadır. Yazışmaların, yazılarını bax, hamısını mənə skrin edib atırlar. Dost dediyin adamlar, adını çəkməyəcəm burada, heç birinin. Heç birinin adını çəkməyəcəm. O qızlardan salam sağ olun var, düzdür. Onlar da düz hərəkət eləmirlər. Sən yazışmalarını mənə atırlar. Ancaq mən insanlığımı, mərdliyimi burada göstərirəm. Bugün də efirdə olmuşam, dünən də efirdə olmuşam. Mən sənin o yazışmalarını nə qədər elədilər, oradakı göstər. Hamı bilsin, dedim, yox. Mən onu eləmərəm. Mən o elədiyi hərəkət heç vaxt eləmərəm. Cəmaata dalımca danışırsan, nələr yazırsan, qeybətimi qırırsan. Ayrılanda da mərd ayrılmaq lazımdır. Dastoyla ayrılmaq lazımdır, Ofeliya. Dalımca danışa yox. Başa düşdün? Çıxırsan, efirdə danışırsan, filan keslər, çəkinirsən, nədənsə qorxursan, adımı çəkmirsən. Ancaq mən sənin adını part deyə çəkirəm. Heç nədən də qorxmuram. Adını da çəkirəm burada. Efirdə də çəkirəm adını. Burada da çəkirəm, demirəm, bəziləri. Sözüm var adı ilə. Ad çəkib deyirəm. Sözüm var, adını deyirəm. Səhər kimi çıxıb efirdə şinanay eləmirəm, ha. Promoy ad çəkirəm. Biliyor nə deyirəm. Yəni, o padruqa dediklərim var, ha, Ofeliya. Yazışmalar atırlar mənə. Yəni, səni ayıltmaq üçün demirəm, niyə onlarla dostluq edirsən, niyə onlara cicim bacım deyirsən, buculukum deyirsən, nə bilim, nəyim deyirsən. Yəni, buradan demək istəyirəm ki, yəni, heç kim mənim kimi sənə dost olmayacaq. Heç kim dünyasında. Yəni, günün orta çağı, şam işığında, Kəmalə kimi dost, qardaş, bacı, günün orta çağı, şam işığında axtar tapmayacaqsan. Mənim kimi dostlardan nadir tapıntıdır. O da yemədin, getdin. Sən mənim kimi dostu, mənim kimi sirdaşın dalıca danışdın, qeybətimi qırdın, kimlərəsə. Amma belə eləmək lazım deyil, ayıbdır.
Dostdan çox düşman var. Qutarda bizi çox aparıcılar var ki, çox telekanallar var ki, bizi barışdırmaq istəyirlər. Ancaq demişəm ki, Ofelia olan efirə mən gəlməyəcəm. Söhbət qorxmaqdan və yaxud da nədən getmir. Bu zaman oyuna rastlaşıb orada ağızdırışmaq, sonra onun mənə belə baxmaqları mən onu götürə bilmərəm. Geri orada mən qırğın salam, dava salam. Mənə ləzzət ələm belə şeylər. Ona görə də oğlan efirlərə getmirəm. Bir-iki efirlərdə var idi, atqaz elədim. Dedilər, Ofelia Şabanova buradadır, efirdə olacaq. Hələ bir-iki efir var ki, məndən gizlərdə də Ofelia'nın orada olmağını, amma mən bildim. Mən xəbər tutdum ki, Ofelia orada olacaq, mən getmədim o efirə. Həmən aparıcıya da zəng elədim, dedim ki, belə hərəkətlər eləmə, belə şey eləmə. Gələrəm, bilmərəm, Ofelia orada olar, dalaşarıq, qırışarıq. Biz Ofelia ilə mən yenə dedirəm, qırışmamışıq, dalaşmamışıq, bir-birimizi təhqir eləməmişik, söyüşməmişik. Müəyyən inciliklər olub, o danışdıqlarına görə, o bəzi ağzından çıxan kəlmələrə görə, hansı ki, öz ağzından çıxan kəlmələri yeyə duya bilməyən, sahib çıxa bilməyən Ofelia Şabanovadan ondan incilmişəm mən. Yoxsa başqa mən o deyim ki, biz dalaşmışıq, qırışmışıq, bir-birimizə ağır sözlər demişik, xeyr. Telefonda danışığımız olub, 2 kəlmə sözümü demişəm. O da sözünü deyib, biraz ağızdaşmışıq, amma mən Ofelia ilə sağlam rəqabət aparıram. Sapa-sağlam Ofelia ilə rəqabət aparıram. Rəqabət aparıram deməzdim. Yəni, elə şeylər var ki, yəni o istəyir məni küçültsün, nə bilim, yüngül düşürsün. Ancaq ona yol vermirəm, mən ona imkan vermirəm ki, yəni o məni küçük düşürsün. Ekranları bəyənin, 3000 nəfər zəhmət olmaz. Yəni görürəm ki, efirlərdə çıxır, at çəkmir, filan kəslər niyə özünə götürür? Mən söz deyirəm, filan kəs özünə götürür. Sən ürəkli qız deyilsən, Ofelia. Çıxıb adımı çəkəsən ki, bəli, mən filan kəsə deyirəm. Mən 5000 kəsə deyirəm. Sonra da 200 ilə erirsən. Söhbət gəlib çatanda belə elirsən. Mən ona demirdim ki, mən filan kəsə deyirdim. Mən ona demirdim ki, mən 5000 kəsə deyirdim. Dedilər, ay qız, bunu sənə rəfiqən eləyib də. Başqa kim eləyib ki, sən kimə deyə bilərsən başqa? Mən ona görə qutarmayacağım o qızla. Geçsin, Allah xoşbəxt eləsin. Allah balalarına toy qismət eləsin. Allah ailəsini qorusun, mən heç nə demirəm. Mən heç vaxt Ofelia'ya pis qarqış eləyə bilmərəm. Çünki o 18 ili bilmədi, vurdu yerə. Ancaq böyülük məndə qalsın, mən heç vaxt ona yenə də qarqış eləmərəm. Heç vaxt məndən ona pislik getməz. Yaxşılıq da eləmərəm. Yaxşılıq da eləmərəm, çünki yaxşılıq qanan deyil. Yaxşılıq da eləmərəm, ancaq pislik də eləmərəm. Ofa deyirəm, dilim öyrəşib. Artıq mənim üçün Ofelia Şabanovadır, Ofa deyil. Mənim üçün Əlvər idi Ofa. Çox heyf, Ofelia Şabanova ulduz xəstəliyinə tutuldu. Təəssüflər olsun. Amma gözləməzdim. Gözləməzdim ki, o belə, nə bilim, böyüyər, o belə adam saymamazlıq eləyər, nə bilim. Düşünürəm ki, insanlar niyə belədir görəsən? Niyə belədir insanlar? Sultan Süleyman'a qalmayan dünya kimə qalacaq? Kimə qalacaq? Ofelia bizə mi qalacaq? Heç kimə qalmayacaq. Ekranlara bəyənin. Gül kimi efirlərə çıxırdı, corabı ilə tanınırdı. Corabından danışırdı. Kıza birdən-birə nə oldu? Yuxusuna şeytan girdi, cin girdi. Nə girdi bu bir gecədə dəyişdi.
Qız əsəbləşmirəm, sakit danışıram. Əsəbləşmirəm. Üstü nə bilim. Elə bir ki, nə bilim, belə bir gecədə dəyişdi o. Yoxsa o zamandan dəyişdi, mən ona farkına varmadım, fikir vermədim. Yoxsa böyle həmişə belə olub, prosta mən bunu çox istəmişəm deyə fikir verməmişəm. Hərdən mənə qıraqdan deyirdilər ki, elə bilsən Ofeliya səni istəyir. Elə bilsən Ofeliya səni dostu bilir özünə. İnan ki, Ofeliya səni istəmir. İnan ki, Ofeliya səni özünə dost bilmir. Deyirdim, azizən danışsın, yeri ged oyana. Məni uyarırdılar. Mənə xəbərdarlıq edir. Yəqin ki, nəsə bilirdilər. Kimlərinizə yanında qeybətimi qırıb. Mənə deyiblər ki, bəs belə deyirdim. Ay qız, ola bilməz ki, düşünlə məşğul ol. Ofeliyanın adını çəkmə. Ay da dedim, deyir. Namıca danışır, yaxşı eləyir. Əcəb eləyim, ona icazə verirəm. Bizim 18 ilimiz bizə icazə verir ki, biz birbirimizin haqqında nəsə deyə bilək. Nəsə danışaq. Ama sonra illər keçdi, zaman keçdi, gördüm, həmən adamlar düz deyilmiş. İnanın ki, həmən adamlardan mənlə sviyaza çıxdılar. Dedilər, gördün Kəmalə, biz sənə vaxtında deyəndə ki, Ofeliya səni özünə dost bilmir. Ofeliya müəyyən insanlar var ki, olan yanında sənin dalınca danışır. Mən buna inanmırdım, amma gördüm, akasda düz deyirlər. Gördüm ki, həqiqətən o kim ki dedi, Ofeliya sənin dalınca danışır. Gördüm ki, indi söz gəldi, öz yerini, öz sahibini tapdı. Akazviçka bu beləymiş. Bu elə mənə özünə dost bilmirmiş. Yalandan mənə dostum deyib gezirmiş. Çıxıb bu yaxınlarda hansı efir idi? Ölər sizə gülməkdir. Çıxıb efirdə şey oxuyur. Dost dostun qədrin bilə, dost muğam oxuyur. Şirin qızı. Dost muğam oxuyur, özü kövrələ. Güya ki, bu hindi güclü dost olub. Məhkəm dost olub. Mən bunun qədrini bilməmişəm. Mən bunu xəyalət eləmişəm. Mən çıxıb efirdə bunun dalıca daşqalaqlanmışam. Ağzıma gələni danışmışam. Mən bunu yıxıb sürünmüşəm. Orasına burasına söz atmışam. Mahnısını YouTube'dan mən sildirmişəm. Ay bacı, əksinədir, bunları sən mənə qarşı eləməlisən. Mən çıxıb efirdə oxumalıyam. Dost belə gəldi, dost belə getdi. Sən yox. Sən nə çox oxuyursan, xəyanət eləyən sənsən. Xəyanət tərəfi mənəm. Xəyanət görülən tərəf mənəm. Mən çıxıb oxumalıydım o muğamı. Nə bilim, nə. Mən çıxıb oxumalıydım ki, ömür sarayından bir kərpiç, bir daş uçurub aparır hər il, hər zaman. O muğamı mən oxumalıydım. Sən yox. Elə bil, mən buna xəyanət eləmişəm. Bir dənə də sifət alıb. Güya ki, indi bu məyus olub da. Bu şeydədir, depressiyadadır. Bu şeyə düşüb. Belə artist görməmişəm. Hər ki artistliyi də var bunun. Hər ki artistliyi də var bunun. Vay. Nə bilim. Nələr var, nələr dünyada, nələr. Ekranları bəyənin, neysə. Mənim ancaq belə şeyləri gülməyim gəlir. Allah haqqı. Vəlin kartoşkası. Canlı ifa. Ne oxuyum? Uşaqlar.
İndiski obraz çəkmişəm. Paylaşdım, necəydi? Uşaqlar, inşallah 5 gün ərzində möhtəşəm bir dənə klip gəlir. Bir dənə bomba mahnı gəlir uşaqlar. Tay belə qırğın, qırğın. İnandırım ki, simsibət. Bahalı klip. Bahalı bir xalq mahnılarından. Bahalı bir dənə klip gəlir. Klipə baxanda biləcəksiniz ki, babat pul gedib də klipə. Giyimlərə, nə bilim, studiyalara. Babat pulumuz gedib, inşallah əziyyətimiz yerdə qalmaz. Hər mahnım sevilir mənim, inşallah bu mahnım da sevilər. İnşallah ki, əminəm ki, hər birinizin xoşuna gələcək. Özü Vəlizarın lap xoşuna gələcək. Əsl Vəlizarlıqdır, əsl. Onu qoşub oynayacaq Vəli. Onu qoşub oynayacaq Vəli. Sadə, çox sağ ol hədiyələr üçün. Ekranları bəyənin canlar. Tamam. Nə ekran bəyənməsi verək uşaqlar. Bir dənə tez-tez olan oynayaq. Hər kəs Vəli üçün girsin. Like qoysun. Komment yazsın.